Allah səni xoşbəxt eləsin qardaş. Bu gün sənin gözəl bir günündür. Həqiqətən bizim də borcumuzdur. Sənin bax belə gözəl günündə gələk iştirak edək. Nə qulluq olsa qulluğunda olaq. Sən bu gün Azərbaycanın azadlığı uğrunda bədənin müəyyən hissəsindən keçən qazimizsən. İstərdim ki, öz toyunda özünə xeyir dua ver, sonra da gənc subay qazilərimizə. Buyur. Sağ ol, abi, sağ ol. Cəm subaylara qismət olsun inşallah. Amin. Allah səni var eləsin. Allah sənə gələn il bu vaxtda bir oğul qismət eləsin. Füzuləmi də sevinsin. Hətta Nizatdan da bir oğul qismət eləsin. Amin. Var olasın. Bax. Gör nə Muskan tayfası budur da. Bax. Nə içirlər. Onu var. Akşinələ qaçsan, xeyir dua ver. Çay içə bilirsən, tez bir dənə xeyir dua ver. Allah xoş. De. Xoşbəxt ol. Amin. Balaların üçün olsun. Kəsə dedi də bu. Çəcəm. Bir dənə qoy. Oy maşallah, azada var. Dadlı da azad. Qazi toyunda içilən çay həmişə dadlı olur. Çünki onlar bizim gözəl qardaşlarımızdır. Həqiqi ölümdən qayıdıb gələn qardaşlardır. Biz həmişə onlara canla başla qarşılarında baş əyməliyik. Bax görsən hamı evinə rahat çörək pul aparırsa, demək kimlərə borcluq? Göydə Allah, yerdə şəhid, qazi, veteran və hərbiçilərə. Haqları boynumuzdadır. Amin. Allah xeyirlərini versin. Amin.